İlham Əliyev mənimlə kompromisə yox, mənim daşşağımla belə söhbət edə bilməz. Biz tələbimiz mənim xoşbəxt olmağım, mənim varlı olmağım deyil. Ölkədə siyasi məhbuslar var. Siyasi məhbuslar azad olunmalıdır. Ölkədə qəhrəman qazilərimiz dilənçi günündə yaşayır. Hər gün biri özünü asır. Qazilərin haqqı verilməlidir. Ölkədə, Azərbaycanda sosial durumu pis olan vətəndaşlar var. Hansı ki, biri mənə yazır ki, imkan varsa makaron evimə göndər. Cəmaatın haqqı verilməlidir. Cəmaat 95% cəmaatın banklara krediti var, borcu var. İlham Əliyev bütün cəmaatı tasa 30 durub, krediti 30 durub. Kredit amnistiyası olmalıdır. Cəmaatın 10.000 manata qədər nə borcları varsa bağışlanmalıdır, bağlanmalıdır. Sən bilirsən ki, İlham Əliyev 90% əhalini ölkədən çıxışına qadağa qoyur. Nədir? Banka 2 manat borcu var, stop. Qaz, işıq, kommunal xidmətlər aşağı düşməlidir. Qəhbə Alon Əliyevə 50 uşağa velosiped verməməlidir. Biz deməmişdik ki, ay İlham Əliyev, ay sənin gəlinivin ağzına işiyim mən. Biz deməmişdik ki, get 50 uşağa velosiped ver. Biz demişik ki, uşaq pulu ver. 50 uşaq araşdırsaq, onun 40'ı nazirin nəvələridir, icra başçılarının nəvələridir.